Bismillahirrahmanirrahim. Əziz tamaşaçılar, bizim Bəqərə surəsindən təfsir dərslərimiz davam edir. Biz 3-cü ayənin təfsirindəydik. Allah Teala təqvalıların sifətlərini sayarkən buyurur ki, "Əllezîne yu'minûne bil gayb." Təqvalılar o insanlardır ki, onlar qeybə inanarlar, iman gətiriblər qeybə. Yəni Allaha, onun mələklərinə, onun bütün əmrlərinə iman gətiriblər. Və yuqimunas salat. İkinci xüsusiyyətləri imandan sonra ən mühüm məsələ budur ki, namazı iqamə eləyərlər, namaz qılarlar. Və mimma razaqnahum yunfiqun. Və bizim onlara verdiyimiz ruzidən paylayacaqlar. Biz üçüncü xüsusiyyətdəydik, yəni və mimma razaqnahum yunfiqun. Bizim onlara verdiyimiz ruzidən paylayacaqlar. İndiki təfsir dərsimiz buna həsr olunacaq inşallah. Təbii ki, Allah Teala imandan sonra birinci xüsusiyyət olaraq namazı qeyd eləyir. Çünki namaz fərdi şəkildə insanla Allah arasında bağlılıqdan ibarətdir. Namazla insan Allahla rabitə saxlayır və öz mənəviyyatını saflaşdırır və özünü paklayır, Allahla danışır, öz imanını Allahla namaz vasitəsilə bildirir. Bu şəxsi məsələ, fərdi məsələ. Amma ikinci xüsusiyyət, yəni imandan sonra ikinci xüsusiyyət və mimma razaqnahum yunfiqun. Bizim onlara verdiyimiz ruzidən paylayacaqlar. Bu da ictimai məsələdir. Cəmiyyətə aid olan bir məsələdir. İslam elə bir güşəyə çəkilib namaz qılmaqdan, ibadət etməkdən məşğul deyil, ibarət deyil. İslam həm də onunla bərabər, şəxsi, fərdi ibadətlə bərabər, həm də ictimai məsələlərlə məşğul olmaqdır. İslam dini kamil və qiyamətə qədər olan dindir və həmişə yer üzündə qalacaq bir dindir. Ona görə onun bütün qanunları da kamildir. Əgər İslam bir tərəfdən deyirsə ki, get ibadət elə, get namaz qıl, get oruç tut, amma digər tərəfdən də buyurur ki, get infaq elə, payla, bizim sənə verdiyimiz ruzini payla. Burada ruzi dedikdə təkcə var dövlətdən ibarət deyil. Çünki Allah Teala demədi və min əmvalihim, onlar öz mallarından infaq eləyəcəklər. Buyurur ki, nə vermişik, ruzi ümumi mənadır. Nə vermişik paylayacaqlar. İstər elm olsun, istər sərvət olsun, var dövlət olsun, istər güc-qüvvət olsun, bütün bunları insanlara xidmət üçün istifadə eləyəcəklər. Mömin olan şəxs cəmiyyətlə də maraqlanar. Mömin olan şəxs ibadətlə bahəm ictimai məsələlərlə də məşğul olmalıdır və əlindən gələn bütün müsbət enerjisini, əlində olan bütün müsbət sərvətlərini cəmiyyətin yolunda, insanların yolunda xərcləməlidir, insanlara xidmət eləməlidir. Allahın bəndələri ilə rabitə, bax buna deyərlər. Birinci məsələ, insanın şəxsən özü ilə Allah arasında rabitədir. İkinci məsələ isə insanların Allahın bəndələri ilə olan rabitəsi. O da və mimma razaqnahum yunfiqun. Qur'an-ı Kərimdə paylamaq haqqında, xüsusilə öz malından paylamaq ki, bəzən insanlar üçün çətin olur və çox vaxt çətin olur. Paxıl insan, xəsiz insan bacara bilmir ki, səxavətli olsun, öz mallarından paylasınlar. Amma müminlər bu cür deyirlər. Müminlər səxavətlidirlər. Müminlər paylayırlar Allah yolunda. Çünki onlara verilən var dövlətin Allah tərəfindən olduğunu düşünürlər. Mümin əlindəkini Allahın malı bilir. Sadəcə olaraq Allah Teala bir neçə günlük bu var dövləti ona əmanət olaraq verib, o da əmanəti Allahın bəndələrinin yolunda xərcləyir. Qur'an-ı Kərim müminlərin sifətlərini sayarkən buyurur ki, وَفِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ لِلسَّائِلِ وَالْمَحْرُومِ. Müminlər öz mallarında müəyyən dərəcədə fəqir, füqara və kasıblar üçün haqq təyin ediblər. Yəni, vacibi vergilərdən əlavə, xums zəkətdən əlavə, bunlar özlərinə borc bilirlər ki, kasıb insanlara, Allahın bəndələrinə kömək etsinlər, maddi yardım göstərsinlər.
Bir nəfər kasıb idi, gəldi İmam Sadiq əleyhissalamın yanına, buyurdu ki, ağacan, Peyğəmbər balası, mənə biraz borc ver, pul ver borca. Ağa buyurdu ki, mən sənə borc verəndən sonra sən bir yerin var ki, bir bağın var ki, onu satıb sonra malımı qaytararsan, ya elə bir ticarətin var ki, məsələn, alver eləyib mənim malımı qaytaracaqsan, dedi, xeyr, heç nəyim yoxdur, kasıbam. Onda İmam Sadiq əleyhissalam buyurdu ki, onda sən o şəxslərdənsən ki, Allah Teala bizə əmr eləyib ki, öz malımızdan sizə verək, amma borca yox, bizə vacibdir sizə kömək eləyək. Ona görə burada Allah Teala imandan sonra namazı qeyd elədi ki, insanın şəxsi mənəviyyatına aiddir, insanın özünün Allahla rabitəsi. İkinci xüsusiyyət və mimma razaqnahum yunfiqun, infaq eləyərlər, Allahın ruzisini paylayacaqlar, Allahın onlara verdiyi ruzidən paylayacaqlar. Bu da ictimai məsələlərdir və insanın Allahın bəndələri ilə olan rabitəsidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.